Salam xanımlar, artıq nə vaxtdandır ki, vlog paylaşmırdım. Dedim bugündən başlayayım. Tezdən uşaqları məktəbə yola saldım, yoldaşım işə yola saldım. Daha sonra hər gün Davudla həyətə tezdən çıxırıq. Həkimlərin də dediyi kimi saat 11-ə qədər alınan hava təmiz havadır. Mən də hər gün Davudu tezdən təmiz havaya çıxardıram. Biraz hava alırıq, ondan sonra da gəzirik, dolaşırıq, daha sonra evə qayıdırıq. Amma bugün evə qayıtmadıq. Yoldaşımla mənim uşaqlarımıza sözümüz var idi. Onları bugün məktəbdən götürəcəkdik. Super Toys aparacaqdıq. Və belə də elədik. Uşaqlar istədikləri oyuncağın məbləğini ilk öncə öyrənirlər və topladıqları biz onlara pul veririk toplasınlar deyə. O yığdıqları pulla özlərinə həmin gün istədiyi bir oyuncaq alırlar. Heç mən də düşünməzdim. Atalarının onlara sürprizi var imiş. Daha da fərqli bir şey düşünürmüş. Qarşıda videoda görəcəksiniz. Və bu gördüyünüz mavi olan maşın, sürət maşını əslində endirimə düşmüşdü. Amma biz həmin bu maşını aylara böldürdük deyə münasib qiymətə düşdü. O maşını da əlavə götürdük. Uşaqlar burada sevinclərini bizlə bölüşürlər. Aldığımız oyuncaqları və maşını yerləşdirdik. Ondan sonra yollandıq Bakıxanovda olan Heydər Parkına. Orada böyük, boş bir ərazi var. Dedik, uşaqlar orada ilk sürüşlərini orada eləsinlər, orada öyrənsinlər. Əslində parka gedəndə hər bir parkda var. Sadəcə olaraq hər dəfəsində ona pul verib maşını sürdürməkdənsə ən yaxşısı, qısacası maşın aldıq ki, uşaqlar sürsünlər. Daha sonra elə 3 oğlandı. Daha sonra qardaşlarından sonra Davud sürəcək. Və məncə elə bilirəm ki, ən ağıllısı da, ən yaxşısı da elə budur. Yoldaşıma buradan da çox sağ olun bildirirəm, təşəkkür edirəm. Uşaqları və məni sevindirdiyinə görə. Bu da artıq Hüseyin sürür maşını. Görürsünüz burada. Bu da Davud da oturub, qardaşına baxır. İnşallah Davud da böyüyər, Davud da istifadə edər. Allahın izni ilə. Hüseyin ilk oturmada maşallah sürməyi bildi. Çünki hər dəfə parka gedəndə onsuz da sürürlər bu maşınları. İndi Yusif sürür. Eləcə də Yusif, yəni oturdular, daha rahat sürdülər ikisi də, çünki öyrəşiblər. Artıq Davud yatıb, yorulub. Hüseyin ilə Yusif isə heç yorulmayıblar. Məcbur evə aparırıq ki, dərsləri var, yemək yeməlidirlər, gün ortadır. Amma evə getmədik, elə yolda da qərara gəldik ki, restorana gedək. Oturduq restorana, heç onu çəkmədim. Çünki namazımızın da vaxtı idi, artıq namazda qılmalıydıq, gün ortaydı. Saat 1-ə qalmışdı. Bugün uşaqların 4 dərsi var idi, onları biraz tez götürdük. Tez deyəndə, yəni 4 dərsdən çıxdılar deyə vaxtımız vardı namaza qədər. Yemək yeyəndən sonra yollandıq, evə gedirik. Bu da aldığımız oyuncaqlardır. Bir dənə pulti maşın götürdülər, əlavə top götürdülər, bir xeyli bir şey götürüblər, əslində xırda xuruş da götürüblər. Yoldaşım da uşaqlardan geri qalmır. Mən videonu çəkirəm uşaqları.
Uşaqlar heç məktəb formasını dəyişməyiblər. Həyəcanla açıblar bütün oyuncaq qutularını, oturublar oyun oynayırlar. Yoldaşım da uşaqlardan geri qalmır. Görürsünüz, pultlu maşını idarə edən yoldaşımdır, sürür. Davud parkda yatandan evə gələnə qədər yatdı. Rahat bir 3 saatdır yatır. Nə qədər çox hava alırsa, o qədər çox yatmaq sürəsi uzanır. Əslində çox yaxşıdır. Özüm də rahat oluram. Biraz uşaq yatanda evin işini, gücünü rahat görürəm. Elə mən tostoranlayırdım. Tostoranı ortada dayandırdım. Ola biri digər otaqları eləyib bitirmişdim. Qalmışdı salon. Salonu eləyən vaxtı Davud yuxudan durdu. Hüseynlə Yusuf artıq dərslərini eləyiblər. Düşüblər, həyətdədirlər, oynayırlar. Mən də dedim, elə boş vaxt varkən, uşaqlar dərslərini bitirmişkən, Davud yatmışkən, evləri tostoranlayım, silim, süpürüm, təmizləyim. Ev əslində təmiz idi. Sadəcə o tostoranlıqda bir çox işim yox idi. Sadəcə olaraq təzə eləmişdim. Biraz yerə qırıntı düşmüşdü. Uşaqdır, 3 uşaqdır. Yəni, hər bir evdəki xanımlar, analar bilərlər ki, uşaqların əlləri dinc dayanmır. Küçüyün olur, əllərində yeyirlər, ya popcornlu yeyirlər, yerə tökülür nəsə. Məcbur heç olmasa gündə, hər gün olmasa da 2 gündən bir tostoranlayıram, vaxt tapdıqca. Davudun artıq yeməyini də hazır eləmişəm. O da oturub, mən evi tostoranlayıram, yuxudan durub oturub mənə baxır. Südünü vermişəm, içib, suyunu da içib. Yeməyini qoymuşam, hazır soysun. Soyandan sonra yeməyini də yedizdirəcəm. Günü elə tostoranlamaqla bitirdim. Uşaqlar gəldilər həyətdən, onlara da yeməklərini qoydum, yedilər, ondan sonra yatdılar. Şeirləri var idi, onu əzbər söylədilər mənə. Həmişə yatmamışdan qabaq öyrətdiyim dərslərdir, oxutduğum dərsləri, şeirdirsə şeir, hekayətsə hekayə, nağıldırsa nağıl, onu soruşmamış heç vaxt yatağa göndərmirəm. Onlar da danışdılar, yedilər yeməklərini, dərslərini danışdılar, dişlərini fırçalayıb, üzlərini yuyub yatmağa getdilər. Mən də işimi beləcə sonlandırdım. Sonda evləri sildim, amma onu çəkə bilmədim. Başqa işlər də var idi onun üçün. Axırda yerlər quruyandan sonra yerə bir dənə kilim atıram, bir də salonda xalça. Çox xalça istifadə etməyi xoşlamıram. Bir dənə də ayaq altı belə kilim atıram həmişə. Rakvinanın yanında saxlayıram. Davud acıb artıq yeməyini istəyir. Salonda təmiz işləri bitib, qutarmışam. Bu da Davudun oyuncaqlarını yerdən yığmıram. Bunu Temudan zakaz eləmişik, yerdə olan xalçanı. Uşaq xalçası da çox yaxşıdır. Əslində böyük ölçüdə düşünürdüm, kiçik gəldi. Sonda Davudun yeməyini yedizdirdim. Və işlərimi təmiz bitirdim. O da çizgi filmə baxa-baxa yeməyini yeyir. Daha sonra suyunu içir və yatacaq. Bu qədər. Oldu xanımlar, çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah kanalıma abunə olun, bəyənin, yorum yazın ki, ailəmiz daha da böyüsün, kanalımız daha da böyüsün. Mən də sizə yeni videolar, vloglar çəkməyi düşünürəm. İnşallah ki, davamı gələr.